16 il əlilliyə görə müavinət alan vətəndaş 4 ildir ki, bu ödənişdən məhrum olub. Daşkəsənin Zağalı kənd sakini Hidayət Orucov deyir ki, 2005-ci ildə tikintidə yıxılaraq xəsarət aldıqdan sonra ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib və 2021-ci ilədək pensiya alıb. Dedilər, sənətin sənə imtina verilməyib, sənə prosto dayandırılıb, işini vur gəlsin. Mən də işimi vurdurdum. Vurdurmağa 7-25-in sənətini hazırla. Mən getdim, bütün sənətlərimin hamısını yığmışam, burada gördüyünüz kimi var. Amma vurmurlar. Deyir ki, Sevda həkim deyir ki, sizdə meyarlıqda yoxdur. Şikayətçi deyir ki, indi nə əlillik pensiyasını bərpa etdirə, nə də sağlamlıq vəziyyəti ilə bağlı işə girə bilir. 18 il, 17 il pensiya almışam. Meyarlıqda yoxdur, meyarlıq nə olan şeydir, vallahi bilmirəm. Sənətimi dedilər, hamısını bu almışam 25-in. MRT, MEG, bütün hamısı var, parezim var. İşə də götürmürlər heç harda, nə sosial ala bilirək, nə 1 manat bir yerdən bizim gəlirimiz yoxdur, vallahi elə dostun, qohumun, tanışın hesabına bax belə. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirildi ki, vətəndaşın müraciəti təbibin yerli qurumları tərəfindən sistemə daxil edilmədiyindən qiymətləndirilməsi mümkün deyil. Təbibdən isə sorğumuza cavab olaraq bildirildi ki, Hidayət Orucov Göygöl rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır. Vətəndaşa ixtisaslaşmış tibb müəssisəsinə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş verilib. 2 iyul 2025-ci il tarixdə Respublika Klinik Xəstəxanasından verilmiş epikrizdə qeyd olunan diaqnozlar əlilliyin qiymətləndirilməsi üçün meyarlara uyğun deyil. Bununla bağlı vətəndaş yenidən həkim məsləhət komissiyasına dəvət olunaraq imtina aktı tərtib edilib təqdim olunacaq. Rasim Əziz, Fərrux Qafarov, İbrahim Kamiloğlu, Xəzər xəbər.